Panik atakın səbəbləri fərqli ola bilər. Uşaqlıq təcrübələri, uzun müddətli stress, narahat xarakter, sağlamlıq qorxuları. Amma mindfulness baxışı ilə baxsaq, panik atak sadəcə bir vərdişdir, reaksiya vərdişidir. Bu necə baş verir? Bir fikir yaranır. İndi panik atak başlayacaq, indi başım gicəllənəcək, indi ürəyim dayanacaq. Sən bu fikirlərə inanırsan, təşviş yaranır, adrenalin artır və bədən həmin simptomları yaradır. Eyni şey bədəndə hiss olanda da olur. Məsəl üçün, ürək nahiyəsində nəsə hiss edirsən. Bu infarktdır düşünürsən, təşviş yaranır, adrenalin artır və panik atak başlayır. Yəni problem simptom deyil, problem sənin reaksiyandır. Əgər sən bu fikirləri anında görsən, onlara inanmasan, təşviş yaranmaz, adrenalin artmaz və panik atak başlamaz. Bu qədər sadədir və bu mümkündür.